Salam aleyküm, hardayam, hökməli qob yolundayam. Bir dənə sizin təzə. Deməli, Ağbazarı keçəndən sonra bu Mirzalan marketlərə 3 otaqlı, 90% əşyalar qalacaq. Bura həyətidir, çoxdan içərisində, təzə tikildidir, bir xeyli evidir. Kürsülüdür, padvalı var, burada kombi otağıdır, qazı, suyu, işığı, hamısının şotçuku da var. Qoşa, daşdır, mərkəzi kanalizasiyası. Yəni nə axtarsın var da burada. Yerinə görə qiymət idealdır. Qiyməti deyim, sonra otaqları çəkim. Yox, çəkim sonra. 2, 4, harasa 6 daş kürsüdədir. Burada bir dənə mətbəxlidir. Buradan gəldi. Bir dənə burada qəşəng zaldır. Zaldakı divandır, stol stuldur, hamısı qalacaq. Divandakılar, divan hamısı qalacaq. Bax, gördünüz də qoşa daşdır. Hamam sanuzeli, o da tam təmirdir. Bir dənə də burada yataq otağıdır. Bunlar da qalacaq. Pəncərələrin qabağı boşdur. Qiymətinə görə normal qiymətdir. Qiyməti haqqında məlumat verim. Qiyməti bir dənə uşaq otağındakı 2 qrafat deyəsən çıxacaq. Bir də şkaf. Qalan nə var qalacaq. Çox güclü əşyası yoxdur, amma normaldır. Yerinə görə qiyməti yaxşıdır. Qiymət 44 minə. Nə verərlər heç nə? Masallı 44 min manata. Yəni bugünkü gündə bütün şotçuları olan ev 44 minə Qob yolunda, mərkəzi kanalizasiyasına qədər var. Əlaqə saxlayın, yoluna qoyun, yerinə görə qiymət idealdır. Sağ ol.